Poliklinikada en çok karşılaştığımız poliklinik xəstə müayinəsində pediatr olaraq en çok karşılaştığımız şikayətlərdən biri də uşaqlarda ayaq ağrılarıdır. Uşaqlarda ayaq ağrıları bəzən də xəstələr artıq özləri diaqnozu qoyub gəlirlər. Uşağın revmatizması və revmatizmal analizlər vermək istəyirik. Bu tamamilə böyük bir mövzudur. Bunun ətrafında danışacağıq. Hansı analizləri nəzərdə tuturlar, hansı ki onların revmatizma ilə ən azından revmatizmal, ciddi revmatizmal xəstəliklərin diaqnozu üçün çox əlaqəsi yoxdur. İlkin diaqnozu üçün yaxından uzaqdan əlaqəsi yoxdur. O başqa bir mövzudur. Lakin burada diqqət etməmiz gərəkən bəzən valideynlərin özünün diqqət etmədiyi, amma bizim müayinədə gördüyümüz, bunun altından çox vaxt ortopedik problemlər çıxa bilər, yastı pəncəlik, ayaqlarda valqus problemləri, ayaq əyri içə dönüklük və yaxud da dışa dönüklük problemləri, bunlara bağlı ağrılar. O zaman xəstə təbii ki, buna şübhə olduqda bir pediatr olaraq xəstəni ortopedə, travmatoloqa yönləndiririk, ətraflı müayinə olunur və onlar tərəfindən diaqnoz təsdiqlənir, müvafiq tövsiyələr verilir. Bundan başqa, xəstədən toplayacağımız anamnez çox önəmlidir. Öncəliklə onu qeyd etmək istəyirəm ki, 5-12 yaş arasında ağrılar uşaqlarda xoşxassəlidir. Yəni, bu gündüz uşaq normaldır, aktivliyi normaldır, uşaq əhval-ruhiyyəsi yaxşıdır, başqa heç bir şikayəti yoxdur. Axşam vaxtlarında ağrıları başlayır. Bu ağrı əgər hər iki ayaqdadırsa, gündüz aktivliyi dediyimiz kimi qorunub saxlanırsa, bu bizi bir qədər rahatlatan simptomlardır. Yox, əgər ağrılar tək bir ayaqdadırsa, çox şiddətlidirsə, narahatçılıqlar gündüz də davam edirsə, o zaman bu bizim əlimizdə, necə deyərlər, bir qırmızı bayraq simptomları olur. Bunu araşdırmağa başlayırıq. Yenə də gərəkirsə sümük patologiyaları, gərəkirsə bəzi qan xəstəliklərinin inkar edilməsi üçün müvafiq müayinələri aparırıq. Biz burada valideynlərin üzərinə düşən nədir? Şikayətləri düzgün izləmək və həkimə düzgün məlumat vermək. Yəni, həkimə düzgün məlumat verərək siz əslində sizin öhdənizə düşən, uşağınızı düzgün izləyərək öhdənizə düşəni etmiş olursunuz. Geri qalan bu revmatizmadırmı? Sınaqlar götürmək lazımdırmı? Nə götürmək lazımdır? O bizim işimizdir.